Marniuli'də yenə içməli su və infrastruktur problemləri. Bəlkə mən ölürəm, mənim. Bana ölümə su lazım deyilmi? Ha? Həncər hökumətdir bu hökumət. Hamam qarışıb göz dağı kimi durur orada hamamımız. Ayda bir dəfə çimməyə imkanımız yoxdur. Sel gələndə gəldi, darğalı bura kimi potuyu geyindi, mənim üstüm batar. Çıxdı getdi. O birisi gəlir, mənim üstüm batar. Biz başqa hökumətdən gəlməmişik ki. Biz də Gürcüstan vətəndaşıyıq. Xahiş eləyirəm sizdən. Bu yaşayışdır mı? Ha? Bu sovetlikdir, hökumətlikdir, kimlikdir be? Marniuli şəhərinin Yağlıca 70 ünvanında, yəni Elevator məhəlləsi kimi tanınan ərazidə yaşayan sakinlər bir sıra problemlərdən şikayətlənmirlər. Onlar problemlər içərisində demək olar ki, boğulurlar. Elevator məhəlləsi kimi tanınan ərazidə yaşayan sakinlərin ən böyük problemlərindən biri içməli sudur. Onların sözlərinə görə 21-ci əsrdə su tapmaq onlar üçün müşkül məsələyə çevrilib. Çünki 30 ildən artıqdır ki, sözü gedən əraziyə içməli su xətti çəkilmir. Kanalizasiya istəyirik, gələn yox. Su istəyirik, gələn yox. Bəlkə mən ölürəm, mənim. Bana ölümə su lazım deyilmi? Ha? Həncər hökumətdir bu hökumət. Nə qocaya baxır, nə cavana. 30 ailə yaşayırıq burada. 30 ailədən 150 sovesi yoxdur bu milletin. Ya bu millet niye susuz kırılır? Ha? O zavota giderik yalvarırıq, bu zavota giderik yalvarırıq, bize su veren yoktur. Bu zakondur mu, hökumətdir mi? Haradır, hara edəcəklər biz? Hasıya yerə gedək ki, bize su versinlər. Ayda bir dəfə çimməyə imkanımız yoxdur. Vallahi billahi istəyirsiniz gedək göstəreyim. Buraya su basanda dedilər ki, hamam tikdirik, nə bilim, nə qarı, hamam tikdirmişik. İçəridə get bax şərait var. Nə kanalizasiya yoxdur, nə su yoxdur. Gərək maşınla gətirdək. Maşındakını özün bilirsən də cəmaət işləmir. Pensiya edirəm, xəstə adamam, şəkər xəstəliyi. Mən hardan alayım, həm suya pul verim, həm Valla damcı işlədirik biz. Bilmirik nətər işlədik ki, aha Allaha xoş gedək. Xorayam düqəy çinməyəm millək. Kanalizasiyamız yox, qayrı və yecə qalıbdır. Hamam qarışıb göz dağı kimi durur orada hamamımız. Nə işlətmirik, nə eləmirik. Kanalizasiya yox, su yox. Nə qayrı? Sakinlərin problemləri tək içməli su ilə də bitmir. Onların sözlərinə görə 30 ailədən çox vətəndaşın yaşadığı bu ərazidə nə normal yol, nə ictimai nəqliyyat, nə də uşaqların asudə vaxtlarını keçirməsi üçün heç bir şərait yoxdur. 82-ci ildə bax burada yaşayıram, iminli burada. Nə bir şəraitimiz yoxdur, nə evimiz yoxdur, nə suyumuz yoxdur. Evlərdə yaşayırıq, evlər də heç kəsin adına vurmurdur. Deyirlər, hökumətin balansındadır, bilmirəm. Yəni balalarımızın hamısı belə oxumamış, sənədsiz, hərəsi bir yana dağılıb gedibdir. İndi də yerdən böyüyənlər, nəvələrimiz, nəticələrimiz böyüyür. Nə bir transport yoxdur. Uşaqların vidinə baxın. Təmizlik yoxdur. Parkdan ötürü bu uşaqlar ölür, onlar veririk, ayda bir kərə uşaq tələb edilir, onu apara da bilirik, aparma da bilirik. Uşaq çox ağlayır, apara bilirik. Olmanı da aparmır. Uşağın da görüş yoxdur. Ondan da deyirlər ki, belə, uşaqları məsələn 4-cü sinifdən, 5-ci sinifdən çəkirik, çıxardırıq. Uşağın birinə 80'lar istəyir taksi. İşimiz yox, gücümüz yox. Buradan zavoda gedirik, zavod sadırla da tutuşmur, əli uşaqlıdır. Dolanış çox çətindir. İçəri girənmirik, uşaqlar xəstəlik tapdan ki, böyrəyi xarab oldu, kimsinin bağırsaqları xarab oldu. Vallahi heç birimizə yaramırıq ki. Yaramırıq. Elə bil qaçqın bizdən yaxşı, qaçqınlara gənə öy verirlər. Bizə bir mərək vermədilər, nə köməklik vermirlər bizə. Suyu buraxsınlar, cəhənnəm köməklidir. Gəlin, gedin o biləkənin altına, baxın, görün kimin uşağı gedib gələr orayla. Nə gündədir o biləkənə? Dedi, nə də Elçin dedi, köməklik verəcəm, sement verəcəm, işi verəcəm, düzəltdirir. Biz də razı olduq, dedik, ver, bizim özümüz düzəltdirir bir kəsə. Onu da vermədi. İndi atqaz gedirlər, heç nə də vermirlər bizə. Özüm 36 il dərməndə işləmişəm burada. Elə həmən gündür, heç dəyişəcəklik yoxdur. Gəlirlər, məsəl ki, deputat seçirlər, qol çəkirik hamımız, yaxşıyın, qayrərik, onunla da getdilər. Nə olur, yəsizi adam belə mi eləyir? Elə bil ki, yəsizlikdən ama, yəsizlik gəlmişik, dalda eylənmişik. Öyümüz yox, eşiyimiz yox. Nə düzəməli asfaltımız yox, yolumuz yox, maşınımız yox. Məktəbə edir, çox yarımçıq qalır, yavaş. Hara edir, yarımçıq. Hər şey bu yaşayışdır mı? Ha? Bu sovetlikdir, hökumətlikdir, kimlikdir.
də. Balalarımız məktəbə gedəndir. Yaşlıya qoğan verir. İkimiz yox. Böyümüz gedib işlənmir. Çamımız yoxdur. Çamımız yoxdur. 10 manat. 10 manata biz gedib gələnmirik. Bax, qalmışıq burada. Taksi belə istəyir. 5 manata, 5 manata verir. Sakinləri hazırda əsas narahat edən su problemi ilə bağlı Marneuli şəhər su idarəsinin nümayəndəsi Rövşən Babakiyevlə əlaqə saxladıq. O bizə şifahi olaraq bildirdi ki, sözü gedən ərazidə heç bir mülkiyyət vətəndaşların adına olmadığı üçün indiyədək su çəkilişi ilə bağlı problem yaşanıb. Lakin hazırda vətəndaşların yaranmış çətinlikdən çıxarılması üçün su xətti çəkilir. Sadəcə dəmir yolu xəttindən keçən hissə ilə bağlı Gürcüstan Dəmir Yolları İdarəsi ilə danışıqlar aparılır. Onun sözlərinə görə yaranmış problemlə bağlı yaxın vaxtlarda məsələ öz həllini tapacaq. Sakinlərin mülkiyyət məsələsi, yol və ictimai nəqliyyat problemləri ilə bağlı məsələ isə Marneuli meriyasının öhdəliyindədir. Uzun illər sakinlərin səsinə səs verməyən yerli qurum bundan sonra hansı addımı atacaq, bunu isə zaman göstərəcək.